Ermənistan vətəndaşı Ruben Vardanyanın açıq keçən məhkəmə iclasında bir qrup zərər çəkmiş ilk dəfə iştirak etdiyindən hakim onları məhkəmənin tərkibi ilə tanış etdi, hüquq və vəzifələri barədə məlumatlandırdı. Sonra təqsirləndirilən Ruben Vardanyanın müdafiəçisi Avram Berman məhkəməyə vəsatət verərək məhkəmə iclas protokolları və ona əlavə edilmiş audio yazı ilə tanış olmaq üçün şərait yaradılmasını xahiş etdi. İttiham tərəfi vəsatətə etiraz etmədi. Məhkəmə iclasına sədrlik edən hakim Zeynal Ağayev vəsatəti təmin edərək təqsirləndirilən şəxs və müdafiəçiyə məhkəmə iclas protokolları ilə təkrarən tanış olmaq üçün şərait yaradılacağını bildirdi. Daha sonra iş üzrə zərər çəkmiş şəxslər dindirildi. Məhkəmə iclasına sədrlik edən Zeynal Ağayev dindirmədən əvvəl zərərçəkmişlərə qanunvericiliklə nəzərdə tutulmuş hüquq və vəzifələrini izah etdi. Ardınca zərərçəkmiş şəxslər Rahib Fətəliyev, Səxavət Rəcəbov, Fərid Məmmədov, Sənan Mirzəliyev, Samir Məlikov, Ceyhun Xan Kişiyev, Ələsgər Cəfərov, Səfa Məmmədov, Əliş Şamiyev, Eldar Hüseynov, Elvin Tağıyev və digərləri bildirdilər ki, onlar Ruben Vardanyanı media və sosial şəbəkələr vasitəsilə tanıyıblar. Vaxtilə Ermənistanın işğal etdiyi Azərbaycanın suveren əraziləri Kəlbəcər və Xocalı rayonlarında hərbi xidmətdə olarkən, Ermənistanın hərbi təxribatı zamanı müxtəlif təyinatlı silahlardan açılmış atəş, o cümlədən əl qumbaralarının partlaması nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Zərərçəkmişlərin hər biri təqsirləndirilən Ruben Vardanyana ən ağır cəzanın verilməsini məhkəmədən xahiş etdilər. Dindirmədən sonra zərərçəkmişlər dövlət ittihamını müdafiə edən prokurorların xidmət yerləri, hərbi təxribatların törədildiyi konkret ərazilər, hadisə nəticəsində yetirilmiş xəsarətlərin ağırlıq dərəcəsi və lokalizasiyası barədə suallarını cavablandırdılar. Ardınca martın 11-də keçirilən məhkəmə prosesi zamanı ifadə vermiş zərərçəkmiş şəxslərin barələrində keçirilmiş məhkəmə tibb ekspertizasının rəyləri elan edildi. Məhkəmənin növbəti iclası aprelin 1-nə təyin olundu. Qeyd edək ki, Bakı Hərbi Məhkəməsinin hakimləri Zeynal Ağayevin sədrliyi, Anar Rzayev və Camal Ramazanovdan ibarət tərkibdə keçirilən məhkəmə prosesində Ermənistan vətəndaşı Ruben Vardanyan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin bir çox maddələri, o cümlədən təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma, əhalini deportasiya etmə və məcburi köçürmə, işgəncə, muzduluq, terrorçuluğu maliyyələşdirmə maddələri ilə ittiham olunur. Təqsirləndirilən şəxs bildiyi dildə, yəni rus dilində tərcüməçi, habelə müdafiəsi üçün özünün seçdiyi vəkillə təmin olunub.